Selamun Aleyküm ve Rahmetullah. Və aleykum salam və rahmetullah. Sual verən soruşur ki, cadunu başqa bir cadu ilə aradan qaldırmaq olarmı? Ümumən cadu olan insan nə etməlidir? Elhamdülillah, caduna elə açmaq düzgün deyil. Batili batilə yox, batili haqqla açmaq lazımdır. Müalicə eləmək lazımdır. Batili batillə yox. Bu birinci. Amma qaldı ki, cadu, əgər yenə deyirəm, əgər cadudursa, birinci tapmaq imkan varsa, birdən çıxsa, tapsan, onu tələf eləmək. Fərqi yoxdur necə. Yanan şeydirsə yandırın. Yox, sınan şeydirsə sındırın. Və salam. Əsas məqsəd nədir? Tələf eləmək. Lakin birdən tapa bilməsən və ya görsən ki, halın yaxşı deyil. Ola bilsə cadu, ola bilər gözdür. Rukiyə eləyin Quran-ı Kərimlə. Quran-ı Kərimlə rukiyə eləyin. Quran-ı Kərimlə, yəni, əlimi məsələn qoy, kim narahatdır, onun məsələn başına oxu məsələn Qurandan ayələr. Məsələn, Ayətül Kürsüdür, Fatihədir, İxlasdır, Fələqdir, Nasdır, xüsusən. Bunları oxu, kifayət eləyir, kifayət eləyir. Bəli, bu qədər. Allah sizdən razı olsun.